Yeni videomuzdan hər kəsi salamlayıram dostlar. İstanbuldayıq bu dəfəki videomuzda. Vloglarımızın artıq elə bir hala gəlib çatıb ki, vloglarımızda hər dəfə bir ölkələrdən artıq videolar sizə təqdim eləyirəm. Bugünkü videomuzda maraqlı bir tədbirə gedirik, maraqlı bir sərgiyə gedirik. Artıq Türkiyədə 4-cü dəfədir ki, keçirilir bu tədbir. EV Charge Show. Sırf elektromobilləri əhatə edən bir sərgidir. Yəni elektromobillərə həvəsi olan, bu texnologiyaları dərindən yolu keçək əsasda. Bu texnologiyaları dərindən öyrənmək istəyənlər üçün və yaxud da satış eləmək istəyənlər üçün geniş bir sərgi olur. Artıq 4-cü dəfədir və bütün dünyanın hər yerindən bu sərgidə iştirakçılar var. Və biz sərgi salonunun girişindəyik artıq. İçəri daxil olaq, baxaq görək nələr varsa, maraqlı detalları da sizlərə təqdim eləyəcəm. Bu dəfə sərgiyə Cahidən qatılırıq. Həmişəki kimi, bu dəfə də deyirəm, həmişəki kimi keçən dəfə də səninlə qatılmışdıq. Qeydiyyatdayıq hazırda, qeydiyyata alaq. Daha sonra isə keçək içəriyə. Bu dəfə deyilənə əsasən daha geniş bir sərgidir və yük maşınları da var. Hətta kiçik ticari belə deyək maşınlar da var. Onları da göstərəcəm sizə. Bizdə o qədər də hələ belə deyək də maraq yoxdur kiçik yük maşınlarına, amma artıq Türkiyədə kifayət qədər ciddi şəkildə istifadə olunur. Ona görə onları da sizə təqdim edəcəm. A few moments later. Hər il qeydiyyatda nəsə bir ortaya çıxır da. Bu il də qeydiyyatı dəyişiblər. Onlayn qeydiyyat eləyiblər və gələndə buradan onlayn qeydiyyat olmalıyıq. Onunla əlləşirik. Hazırda mən aldım. Qaldı Cahid. Cahid də canı ilə əlləşir. Bu bəciklər niyə var? Bu bəciklər niyə çıxarırlar? Hər dəfə bir təzə tema çıxardırlar. Allah haqqı. One eternity later. Nəhayət ki, artıq girə bildik sərgi zalına. Gedək baxaq görək nələr var. Belə bir ərazidir. Girən kimi bizi qəşəng Taycan qarşılayır burada. Geo EV şirkəti. Taycanı nümayiş elətdirmir təbii ki. Bu stansiyanı, enerji doldurma məntəqəsini nümayiş elətdirir. Burada isə maraqlı bir İstanbul Büyükşehir Belediyesi tərəfindən nümayiş elətdirilən layihələr var. Deməli, layihənin biri budur. Bu, belə desək, bir işıqlandırma sütunudur və görürsünüz ki, günəş panellərindəndir. Yəni, çox maraqlı düzəldilib. Günəş panellərindən birbaşa olaraq enerjini götürür və küçəni bu formada işıqlandırır. Həmçinin burada da belə bir küçə işığı dirəyi var. Çox maraqlı görünür və həmin dirəklər həm də bu enerji doldurma məntəqələrinə də enerji ötürə bilir. Bu hissələrdə də fərqli formalı enerji doldurma məntəqələri var. Bunlar Type 2-dir, fikir verirsinizsə. Və bu formada hazır port formasındadır. Yəni bu nəyə görə belə qoyulur? Çünki Avropa standartı avtomobillərdə avtomobilin özündə hazır bir uzadıcı kabel olur. Siz uzadıcı kabelini götürüb bir hissəsini bura taxırsınız, bir hissəsini. Digər hissəsini isə avtomobilə taxırsınız və birbaşa olaraq avtomobiliniz maksimum 22 kW-la enerji yığımı eləyə bilir. Yəni ki, həm təhlükəsizlik üçün, həm səliqə üçün bu formada Avropada Type 2 portlu EDM-lər olur. Əslində daha təhlükəsizdir, daha səliqəlidir və daha etibarlıdır. Maraqlıdır yəni. Bizdə yoxdur hələ ki. Biz əsasən GBT və CCS2 yönümlü daha çox belə deyək EDM-lərdən istifadə edirik. Girişdə də dediyim kimi bu dəfəki sərgidə yük maşınları və kiçik ticari maşınlar, yəni Ford Transit kimi kiçik yük maşınlarının da iştirakı olacaq. Bu da Volvo'nun tam elektrikli yük maşınıdır. 360 və 540 kW-lıq bir batareya tutumu var. Batareyalar hamısı burada yer alır. Burada yerləşdirilib. Sol və sağ tərəfdə bu arxada da reduktorlar yerləşdirilir və bunun həm bir növ belə desək dual motor versiyası var və həm də arxa çəkən versiyası var ki, çox böyük həcmli yüklər artıq daşımayacaqsa, yalnız arxa çəkən versiyadan istifadə olunur. Həmçinin bu avtomobil Volvo ilə Siemens-in bir işbirliyi ilə burada nümayiş olunur və burada fikir verirsə 1 meqavatlıq bir stansiyadır. Kiçik olmasına fikir verməyin. Biz gözləyirik ki, 1 meqavatsa daha böyük belə bir stansiya olmalıdır. Bu split sistemdir. Burada həm CCS2, həm də yeni başlıq. Görürsünüz, tırlar üçün olan xüsusi başlıqdır. Yəni 1 meqavat gücünü siz artıq bundan götürə bilirsiniz. CCS2 ilə isə 250 kW-a qədər enerji götürə bilirsiniz. Tırlar, ağır texnikalar, xüsusi yüklü avtomobillər bu xüsusi başlıqdan enerji dolma eləyə bilir və burada maraqlı bir nüans da odur ki, fikir verirsə hazır post terminal nəzərə alınıb və siz artıq enerji dolumunuzu elədikdən sonra post terminalda ödənişinizi rahat eləyə bilərsiniz. Misal üçün bu tırların böyük batareyalı olan versiyalarında artıq yeni başlıqdan istifadə olunacaq. Bu tırda isə
hələ ki CCS2-dir. Biz buradan baxsaq, istəsək Type-2 ilə də enerji dolumu eləyə bilərik, amma daha uzun müddət çəkəcək. Çünki yalnız CCS2 ilə etdiyimiz enerji dolumu təsəvvür eləyin 250 kW-a qədər 2.5 saatdır. Mən çox istəyərdim Volvo-nun salonunu göstərim. İlk dəfədir ki, tıra minirəm. Çox maraqlıdır, amma standart tırlardan belə desək heç bir fərqi yoxdur. Sadəcə olaraq elektrik olması özəlliyidir. Başqa yəni ciddi bir mənə elə gəlir ki, salon fərqi yoxdur. Bu da belə bir xatirə qalsın ki, ilk dəfə həyatımda tıra minirəm, o da elektrikli tır. Videonun ortasında bir maraqlı nüansa toxunacağam. Çünki biz EV Charge Show sərgisindəyik, yəni enerji dolumu ilə, enerji ilə bağlı sərgidəyik. Mənim də enerjiyə ehtiyacım var. Belə görürəm ki, videonu izləyib, amma hələ də bəyənməyənlər var. Ona görə xahiş edirəm, aşağıda bəyənmə düyməsi var. Videonu bəyənin və dostlarınızla da bölüşün. Davam edirik. Təbii ki, tək yük maşını bu Volvo deyil, həmçinin burada Fotonun da belə bir yük maşını var. Maraqlı bir yük maşını da əsasən şəhərdə təmizlik üçün istifadə olunan fikir verin aşağısında belə bir qurğular var. Avtomobil 250 kW-lıq bir batareya ilə təchiz olunub və batareya hissələri də xüsusi bir hissə ilə bu formada yığılıb. Fikir verirsinizsə, artıq bu hissədə gərginlik işarəsi də yerləşdirilib ki, yəni batareyalar hər biri buradadır. LFP batareyalardır, 530 km-ə yaxın məsafə qət eləyir. Burada fikir verirsə, aşağı hissəsində şəhər təmizliyi üçün burada qurğular da quraşdırılıb. Həm yumaq, həm belə deyək, süpürmək və s. kimi. Yəni bu avtomobili yalnız bunun üçün istifadə eləmək yox, fərqli iş maşınları kimi də istifadə eləmək olar. Məsəl üçün evakuator kimi də quraşdırmaq mümkündür. Çünki biz buradan baxsaq, avtomobilin fikir verirsinizsə quruluşuna, burada platformasını görə bilərik. Batareyalar bu hissədə quraşdırılıb və kabinada bu formada. Arxa hissəsinə isə istəyiriksə yük maşını eləyə bilirik, istəyiriksə evakuator eləyə bilirik, istəyiriksə də bu formada təmizlik maşını kimi də quraşdıra bilirik. Həmçinin burada elektrikli avtobus da var. Təbii ki, artıq Azərbaycanda kifayət qədər çox elektrikli avtobusları görürük, BYD-nin və yaxud da fərqli markaların. Amma burada da Otokarın bir elektrikli avtobusu var. Otokarın belə bir avtobusu 110 kW-lıq bir batareyası var. Maksimum 250 km məsafə qət eləyə bilir. NMC batareya ilə təchiz olunub. Yəni salonunu göstərim sizə. Hissəsi bu formadadır. Yer sayəsində azdır. Quruluş da sürücü üçün olan hissədə bu formadadır. Düşünürəm ki, bizim avtobuslarımız daha böyük batareya ilə təchiz olunub, daha uzaq məsafəyə gedə bilir və belə desək, həm də daha çox sərnişin tutur. Bunlar daha kiçik avtobuslardır. Təbii ki, İstanbulu küçələrini nəzərə alsaq və yaxud da Türkiyənin digər şəhərlərinin küçələrini nəzərə alsaq, böyük avtobusların da hərəkəti nisbətən çətin olur. Ona görə belə kiçik avtobuslar bura daha çox sərf eləyir. Belə, gedək baxaq görək başqa burada nələr varsa. Deməli, burada belə bir stend də var. Post terminallar nümayiş olunur bu stenddə. Həm mobil post terminallar, həm bu formada post terminallar və əlavə olaraq da cihazlara quraşdırmaq üçün olan belə post terminallar nümayiş olunur. Yəni əslində bu post terminalların üstünlüyü baxın bu formadadır. Çünki EDM-lərdə çox vacib bir rol oynayan bir məsələdir. Məsəl üçün hər dəfə biz axtarırıq ki, hansısa şirkətin proqramını yükləyək, applicationını yükləyək, qeydiyyat keçək, kartımızı təsdiqləsin və s. kartımızdan pul çıxsın və s. belə kimi uzanan məsələlər olur. Amma bu formada rahat olanda artıq birbaşa olaraq cihazın üzərində post terminal olanda borcumuzu göstərir və rahat şəkildə biz yaxınlaşırıq, buradan kartımızı tuturuq, ödənişimizi eləyirik və yolumuza davam eləyirik. Yəni bu da bir üstünlükdür. Təbii ki, burada da müəyyən məsələlər var ki, misal üçün kimsə enerji dolumu eləsin, amma ödəniş eləməyib getsin. Təbii ki, bunların da hər biri nəzərə alınmalıdır. Hamısının təhlükəsizliyi və qorumaları olmalıdır. Onlar olduqdan sonra düşünürəm ki, bu formada olması daha rahatdır insanlar üçün. Misal üçün həmin stansiyalara Winline-ın belə bir enerji doldurma məntəqəsinin nümunə göstərə bilərəm. Tutalım CCS2-dir, 240 kW-dır və CCS2-dir, bu da 240 kW-dır və qiymətini göstərir ki, 1 kW üçün 35 kuruş, 35 qəpik yəni. Və biz götürürük CCS2-mizi və bizdən fərqli olaraq daha nazik kabelləndir və daha yüngüldür. Bizdə daha qalın olur, bilirsiniz. Enerji dolumunu eləyir addım-addım hər birini fikir verirsə, kartı oxudur, daha sonra avtomobil enerji dolumundan ayrılır. Və nə qədəri borcu varsa birbaşa olaraq kartdan çıxır.
Yəni eyni situasiya davam eləyir bu formada. Türkiyədə keçən il sərgilərdə mən olanda onlar deyirdilər ki, onların mərkəzi bankları icazə vermir bu formada ödəniş eləməyə. Çünki post terminalların çöldə olmağı onlar üçün müəyyən qədər qanunvericiliyə ziddir. Bu il nümayiş olunur. Deyəsən artıq bu da təsdiqlənib və rahat şəkildə istifadə eləyəcəklər. Təbii ki, onlar da bunu istəyirdi onsuz da ki, çünki bizdə misal üçün hardasa 12-13 enerji doldurma şirkəti var. Türkiyədə isə daha çoxdur. Hardasa 400-ə yaxın şirkət. Burada EVB-nin belə bir stendi var. EVB-ni keçən ildə biz gördük, amma bu il EVB artıq yeni bir texnologiyasını təqdim elədi. Hətta belə desək, burada fikir versiniz, Çinlilər özləri də şokdur. Çünki bu texnologiya nədir? Gəlin mən sizə onu izah edeyim. Baxın, bu texnologiya belə bir şeydir ki, siz iki elektrikli avtomobili bu cihaz vasitəsilə qoşa bilərsiniz. Misal üçün, mənim avtomobilimdə enerji var və mən digər avtomobilə enerji ötürmək istəyirəm. Öz avtomobilinizi bu cihaza qoşursunuz və digər başlığı da digər avtomobilə qoşursunuz və bir növ belə desək, sizin avtomobilinizdə virtual texnologiyası olmasa belə artıq siz digər avtomobilə enerji ötürə bilirsiniz. Bu onun bir funksionallığıdır. 40 kW-a qədər enerji ötürümü eləyə bilir. Digər funksionallığı isə maşından şəbəkəyə şarj. Yəni ki, siz maşından, yəni öz avtomobilinizdən digər yerə 220 volt ötürmək istəyirsinizsə, misal üçün siz hardasa bir piknik eləyirsinizsə, meşədəsinizsə və yaxud da öz evinizə bir enerji ötürmək istəyirsinizsə, avtomobilinizə qoşursunuz bu cihazı. Yəni bir növ sizin maşında virtual texnologiyası olmasa belə sizin avtomobilinizdə virtual texnologiyasını aktivləşdirir və 220 voltla buradan fikir verirsə, digər cihazlarınızda enerji ilə təmin eləyə bilirsiniz. Həmçinin yəni öz avtomobilinizə də digər avtomobildən rahat şəkildə enerji götürə bilərsiniz. Bu Kia'nın EV3 modelidir və virtual texnologiyası ilə bu avtomobildən digərinə enerji ötürürlər. Həmçinin EVB-nin burada yol yardım avtomobili də var. Bu avtomobil nədir? Gəlin mən sizə onu da izah edeyim. Avtomobil tamamilə elektriklidir, özü də elektriklidir. Həmçinin avtomobilin arxa tərəfində də, baxın açıqdırsa göstərim, bir batareya var. Fikir verirsinizsə, burada belə bir batareya da var və LFP batareyalardır hər biri. Burada da fikir verirsinizsə bir port var. Avtomobilin bu batareyası dolduqdan sonra siz yolda qalmışsınızsa, enerjiniz yoxdursa, rahat şəkildə siz EVB-ni çağırırsınız və EVB gəlib sizin öz avtomobilinizi enerji ilə təmin eləyir. Bu da EVB şirkətinin yol yardım xidməti. Və bu avtomobil özü də elektromobildir. SAIC motorun, yəni Çinindir. Və avtomobilin burada da portları var, öz portları var. Maraqlıdır. Hər il bu şirkət daha maraqlı bir yenilik gətirir. Keçən il misal üçün SAIC motor tərəfindən gətirilən bu avtomobilləri təqdim eləmişdi ki, artıq bu avtomobillərlə başlayırlar. Çünki ilk başlayanda bu yük maşınları, arxamda gördüyünüz yol yardım yük maşınları dizel idi. Artıq elektrikdir və daha genişlədilmiş, daha uzun məsafəli batareyalarla təchiz olunur. İndi isə bu dəfə isə həmin o göstərdiyim sizə texnologiyanı təqdim elədilər. Yəni ki, hər il bu şirkət artıq özünü inkişaf elətdirir. Bura Vestel'in stendidir. Maraqlı stansiyalar var burada. Deməli, bu 720 kW-lıq stansiyadır. Maraqlı balaca bir stansiyadır. Keçən il onun 500 kW-lıq daha böyük həcmdə idi və 720 kW-lıq stansiyalar daha balaca artıq istehsal olunur və kabelləri görürsünüz necə incədir. Yəni içdən soyutmalı kabellər olduğuna görə rahat şəkildə bu formada incə eləyə bilirlər. Və iki başlıq var. Hər ikisindən rahat şəkildə istifadə eləmək olur. Bu monitordakı bu hissəni də reklam kimi də əlavə gəlir kimi istifadə eləyə bilirlər. Və başlıqlarını mən sizə göstərmək istəyirəm. Fikir verirsinizsə, başlıqlar da bu formadadır və çox maraqlı. Həm də çox yüngüldür ya, sizə deyim. Hər ikisi də CCS2-dir. Düzdür, biz vərdiş olmuşuq ki, biri CCS2 olanda biri GBT olsun, amma Türkiyədə Çinin daxili bazarı avtomobilləri olmadığına görə yalnız CCS2 və yaxud da ən yaxşı halda Type-2 istifadə olunur. Və burada da post cihazı artıq yer alır. Bu isə MCS-dir, yəni megawatt üçündür. Bu bayaq göstərdiyim sizə Volvo'da MCS. Bu 1 megawattlıq stansiyadır, split sistemdir. Üstündə də görə bilərsiniz megawatt. Və burada da artıq post cihazı yerləşdirilib. Demək olar ki, artıq bütün stansiyalara post cihazları yerləşdirilir. Yəqin ki, 2026-cı ildən artıq post cihazları ilə ödəmə sistemi başlayacaq. Bu isə 400 kW-lıq stansiyadır. Ötən il istehsal etdikləri stansiyadır. Fikir verirsə 400 kW-lıq stansiya boydadırsa və 720 kW-lıq stansiya nə qədər böyük bir ölçüsü var. Burada isə Vestel'in yerli istehsal batareyaları nümayiş olunur. 52 kW-lıq LFP bir batareyadır. Bu batareyanı hər yerdə istifadə edə bilərsiniz. Həm evdə, həm
həm avtomobildə. Bu batareyanı nəyə görə ev üçün dedim? Çünki siz evinizdə də bu batareyadan istifadə edərək müəyyən enerji dolumları eləyə bilirsiniz. Məsəl üçün günəş panelləriniz varsa, günəş panellərində istifadə eləyə bilərsiniz və yaxud da evinizdə məsəl üçün bu batareyanı quraşdırırsınız, gün ərzində çox kiçik amperlə artıq bu batareyalar enerji dolumu eləyir və sizin hazır vəziyyətdə artıq orada enerjiniz yaranır. Axşam evə gəldiyinizdə bu bir növ bilirsiniz nəyə oxşuyur? Dəyişim tarifli enerjiləri olan, indi düzdür, Türkiyədə də hələ ona keçməyib, Azərbaycan keçəcək, keçməyəcək bəlli deyil. Türkiyə ola bilsin ki, keçdi. Məsəl üçün axşam tarifi fərqli, səhər tarifi fərqlidirsə, siz gündüzdən o enerji dolumunuzu eləyirsiniz. Batareyada artıq qəşəng sizin bir 40, 50, 60 kilovat enerjiniz olur. Axşam gəlib həmin batareyadan avtomobilinizə enerji dolumu elədikdə siz artıq gündüz tarifi ilə rahat şəkildə gecə vaxtı enerji dolumu eləmiş olursunuz. Baxın, ona görə bu batareyanı evdə də istifadə edə bilirsiniz. Mənim fikrim bu maşında qaldı. Çünki bu maşına baxa-baxa sizlə danışırdım və fikrim yayındı. TOG T10F hazırda enerji dolumundadır. Yeni təqdim olunub. Bu avtomobil avqustda Almaniyada təqdim olunmuşdu həm də. T10X-ə oxşuyur normal olaraq. Onun sedanıdır. Salonda bu formada. Eyni T10X-in salonu kimi, amma sedan üçün hazırlanmış. Sizə deyim ki, bu il TOG və Tesla kifayət qədər, ümumiyyətlə Türkiyədə TOG və Tesla kifayət qədər ciddi rəqabətdədir. Hər il satışları ciddi şəkildə dəyişir. Hansısa bir nüans fərqli olur, başlayır Tesla qabağa çıxmağa, hansısa bir nüans artıq dəyişir, başlayır artıq TOG qabağa çıxmağa. Yəni bu formada ciddi şəkildə satışlar hər zaman aşağı-yuxarı oynayır. Bu il isə Tesla öndədir, amma Tesla'nın Türkiyə üçün xüsusi istehsal etdiyi Model Y-lar, standart paket Model Y-lar artıq təəssüf ki, daha satışdan çıxır və Tesla artıq təqdim elədi yeni, daha ucuz qiymətli Model Y-lar. Həmin Model Y-lar, yəni panoramik damı olmayan, müxtəlif bagaj qorumaları və s. olmayan, Instagramda paylaşmışdım onu. Artıq həmin Model Y-lar Türkiyədə satılacaq. Ona da nə qədəri çox tələbat olacaqsa, o biraz sual altındadır. Çünki komplektasiya ciddi şəkildə aşağı düşmüş olur. Artıq keçən ildən etibarən Shell bir çox YDM-lərini, enerji doldurma məntəqələrini əvəz edir. Yaxınlaşırsınız ki, görürsünüz ki, adi bildiyimiz YDM-dir, amma orada yanacaq pompaları yoxdur. Əvəzində bu EDM-lərdən var. Bu həmin EDM də onlardan bir nümunədir. Maraqlı formada hazırlanıb 700 kW-lıq bir stansiyadır. Ona görə kabellər qalın olduğuna görə əlavə bir kömək üçün dəstək qolu da var burada. Və bu kabel çox ağırdır, həqiqətən. Qalın bir kabeldən istifadə olunur. Bu qol isə kömək olur. Tora şirkəti də Shell üçün belə bir EDM təminatçılarından biridir. Amma maraqlı təminatlar onunla bitmir. Həmçinin burada təkər havasını tənzimləmək üçün belə bir qurğu da var və ödənişi də buradan eləyə bilirsiniz. Əlavə post cihazı da quraşdırılıb və burada da əlavə su, hava və s. təkərlərə vura bilirsiniz. Maraqlıdır. Əvvəllər yadınıza gəlirsə, Sokarda da var idi belə bir qurğular. Ona görə ümumi hər şey təmin eləyirlər. Burada isə AC cihazlarını nümayiş edirlər. AC cihazlarını da həm siz 3 faza enerjidən qoşa bilirsiniz, əlavə və yaxud da birbaşa giriş eləyə bilirsiniz, yəni bu formada. Görürsünüz, çoxu hər biri bu formadadır, Type 2 uzadıcılarlandır. Yəni, amma belələri də var, təbii ki, bu formada olanlar da var. Bu formada olanlar görürsünüz, əlavə kabel yığını qalır bu formada. Və burada da eyni ilə. Amma Type 2 olduqda isə, bu formada Type 2 olduqda daha səliqəli görünür. Çünki bir çox maşınların bagajında, elektromobillərin bagajında hazır Type 2 kabel gəldiyinə görə bu formada da hər kəs gəlib öz kabelini taxıb, öz avtomobilini enerji dolumu eləyə bildiyinə görə belə bir cihazlar da satırlar. Burada isə Shell-in Recharge bir yeşiyini görürük. Bu nədir? Bunun transformator rolunu da oynaya bilir, həm də bir növ batareya üçün bir yeşik rolunu da oynaya bilir ki, bir növ belə desək, bu artıq olur powerbank stansiya. Powerbank stansiya da ona görə lazımdır ki, orada avtomobil enerji dolumu eləmədiyi müddətdə həmin batareyalar dolum eləyir. O gündəlik belə desək 400 voltdan və yaxud da 600 voltdan enerji dolumu eləyir. Daha sonra isə hansısa bir avtomobil gəldikdə həmin batareyalardan artıq elektromobilə enerji ötürməsini rahat şəkildə eləmək mümkündür. Burada maraqlı belə bir cihazlar var, onları göstərmək istəyirəm sizə. Bu bildiyimiz adi AC stansiyadır. Təxmin olaraq qiyməti hardasa 600-700 manat arasındadır. 22 kW-lıq bir stansiyadır. Type 2-dir.
başlığını istədiyiniz formada, yəni sifariş edə bilirsiniz. Kabelin görürsüz nazik. Amma mənim maraqlı çəkən bu oldu. Bu bir DC stansiyadır. Yəni ölçüləri görürsüz, əlim ölçülərindən görürsüz. Çox kiçikdir və həcmi də çox aşağıdır. 25 kiloqram sadəcə olaraq çəkisi var. Rahat şəkildə evdə DC stansiya quraşdıra bilirsiniz. Qiyməti hardasa 9000 manat arası təxmini olaraq bu formadadır. CCS 2-dir. Burada da başlığı istədiyiniz formada sifariş etməyiniz mümkündür və kabelin 30 kW-lıq bir stansiya olmağına baxmayaraq kabel də nazikdir və rahat şəkildə ölçüsünü də aşağı sala bilirlər. Dostlar, sərgidən sizlərə təqdim eləyəcəklərim bu qədər idi. Ümid eləyirəm ki, bəyəndiniz, ümid eləyirəm ki, sizlər üçün də maraqlı oldu. Yəni bu sərgi elə bir sərgidir ki, sırf olaraq elektrikli avtomobillərə və enerji doldurma məntəqələrinə, enerji doldurma cihazlarına maraqlı olan, həvəsi olan və yaxud da bu sahədə bir iş quran insanların daha çox marağını çəkəcək bir sərgidir. İndi deyirəm ki, hər biriniz üçün maraqlı oldu. Videonu izləyərkən bəyənməyi, dostlarınızla bölüşməyi və maraqlı şərhlərinizi də qeyd etməyi unutmayın. Aşağıda hər birinizin şərhlərini gözləyəcəm. Növbəti videoda görüşərik.